Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, ATV-lər məhəlləsi deyilən ərazidə, Nəmişli yol mənə ərazidə, hündür bir ərazidə, quru ərazidə, demək, 3.5 sotun içində 2 mərtəbəli mansar tipli, tam təmiri bir həyətimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərdə çatdıran bu ev şəxsi inşa olunmuş bir ev olub. Təzədən təmirə olunub, satışa çıxardılıb. Ev sahibi təmir edilib, təzədən satışa çıxartdı. Gördüyünüz kimi bura həyətgənin sahəsidir. Rahat 3-4 maşınlıq daxil olan bir həyəti var. Evin yan tərəflərinə keçmək mümkündür. Bax, yan tərəflərində də belə gəzmək mümkündür. 3.5 sotun içindədir. Evin qiyməti də münasibdir. Bunu da nəzərdə çatdırım. Baxın, bu arxasına qədər belə keçmək mümkündür. Gördüyünüz kimi evin arxa hissəsi də avalınıdır. Hər tərəfi açıqdır evin. Keçən də evin için proyekti ilə tanış olağın. Evin içində demək olar təmir işləri qutarı tamamlanmaq üzrədir. Çox işləri görülüb. Buradan daxil oluruq evə. Demək, daxil olan kimi giriş hissəsi. Bax, burada da şikab yığmaq üçün əlavə ev sahibi burada şərait yaradır. Bax, iki tərəfdə, sağda, solda. Böyük bir dəhliz. Sağ tərəfdə ikinci mərtəbəyə çıxmaq üçün belə pilləkən qoyulub. Demək, burada qonaq otağı. Haradasa 28-30 kvadrat olar. Evin bir dənə polun lakı qalıb, bir də printuslar qalıb, hörmətli izləyicilər. Bunu nəzərdə çatdırım ki, yəni çox elə bir şey qalmayıb. Buradan birbaşa mətbəxə daxil oluruq. Mətbəxdə aradasa 15-16 kvadrat olar. Mətbəx məbələri hal-hazırda evin üstündədir. Gördüyünüz kimi yuxarı tabanlar da hamısını çəkirəm. Bura sanitar qovşağıdır, ayrı-ayrıdır. Görürsünüz, sanitar qovşağı təmir vəziyyətdədir. Özün bahalı kabel metaqlardan istifadə olunub. Burada hamam hissəsiz. Bax, canadan biləcək ki, bu ev şəxsi ev olub. Yəni, sağlam vəziyyətdədir kabel metallar. Yəni, bilinəcək ki, bu ev, yəni, bir neçənin evidir, şəxsi inşa olmuş bir evdir, oturmuş bir evdir. Qalxırıq buradan, ara kəsmələrinə baxın, qoşadır. Hələ aşağıdadır. Yəni, içəridə perkarotkası ilə qoşadır. Qıraqlar da qoşadır. Qalxırıq yuxarı. Buradan qalxan kimi, yenə də burada böyük, geniş dəhliz. Birbaşa üstədə otaq buradadır. Demək, bir yataq otağı bura, uşaq otağı deyək, bir dənə polun lakı qalıb, printuslar qalıb, elə bir şey yoxdur burada. Pəncərələr də gördüyünüz kimi hər otağın içindən burada rahat pəncərəsindən işıq düşür. Burada bir, yenə də geniş bir yataq otağıdır, 4-ün 5-ə. Burada gördüyünüz kimi balkona çıxışda təsvir olsun ki, bağlıdır. Bir yataq otağı var burada. Bir yataq otağı da burada. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da seçal əmlak adı ilə, yəni seçib almaq adı ilə evlərinizi orada izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Bildirmiş arasında aktiv edin ki, Zünqurov adı bildirmiş arasında. Hər satışa çıxan evlərdən xəbərdar olasınız. Evlər kodlaşdırılır. Kodları götürmək yaddan çıxmasın, yenə qeyd edirəm. Demək, bu evin də start qiyməti 130 mindir. Bunu da nəzərdə çatdırın. Real halda olsa endirim olmaqla birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. 130 min start qiymətdir. Endirim olmaqla olacaq. Sənədi də bələdiyyə sənədidir. Bunu da nəzərdə çatdırın, hörmətli izləyicilər. Yenə də məlumatınız olsun deyirəm. Bəzən yadıma düşəndə sənəd haqqında da məlumatlarını verirəm. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara ev qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Pəncərələr hər tərəfdən açıqdır.